idman severler. Yunan-Roma güləşi üzrə istər idman ustası, Azərbaycan Respublikasının əməkdar məşqçisi, Respublika dərəcəli hakim, mərhum pəhləvan Nadir Yaquboğlu Ağayevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında 29-cu ənənəvi Respublika turnirinin açılış mərasimində hamınızı xoş gördük. Ustad, pedaqoq və idman fədaisi Nadir Ağayevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar bu möhtəşəm idman sarayına toplaşan hər bir iştirakçını səmimi qəlbdən salamlayır. Bu əlamətlər gündə aramızda olduğunuz üçün sizə təşəkkür edirəm. Çıxışlara başlamazdan öncə idmanımızın böyük himayədarı Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən vətən övladlarının, eləcə də Nadir Ağayevin timsalında bütün idmançılarımızın, idman fədailərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. İndi isə yarış iştirakçılarını salamlamaq üçün sözü Lənkəran Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadəyə veririk. Əziz idmançılar, hörmətli kənd iştirakçıları, dəyərli ziyalılar, hepinizi regional İdarəmiz adına salamlayıram. Bildiyiniz kimi bugün hörmətli Nadir Ağayevin xatirəsinə dəyərli axsaqallarımız üçün mən turnirdə iştirak edirəm. Bu turnirin təşkilatçılığında başlanan məşğulların olmaqla dəstək verən və təşkilat dəstəkçilərin hər sıra dəyərliliklərini bildirirəm. İdmançılarımızı uğurlar arzulayıram və fürsətdən istifadə edib qarşıdan gələn zəfərimizin 5-ci münasibətlərdə hər birimizi birləşdən təbrik edirəm.
Çox sağ olun, diqqət çəkin. Yarış iştirakçılarına uğurlar arzulamaqdan ötürü Azərbaycan Güləş Federasiyasının nümayəndəsi Şöhrət Ordenli Elçin Zəfərova sözü verilir. Ben bütün bu yarış təşkilatçılarına öz minnətdarlığımı bildirirəm. Bu yarış Azərbaycan Güləş Federasiyasının Gənclər İdman Nazirliyinin Milli Olimpiya Komitəsinin təqvim planında artıq 29-cu ildir keçirilir və bu yarışın qalibləri, mükafatçıları bugün ölkəmizin, güləşimizin şərəfini beynəlxalq yarışlarda, Olimpiya, Dünya və Avropa çempionatlarında layiqincə təmsil edirlər. Bu yarış ölkəmizə çox məşhur idmançılar nəsib eləyib. Bugün bu yarışda onlardan bir neçəsi iştirak eləyir. Bugünkü bu yarışda ilk iştirakçılarından biri və bu yarışlardan ilham alaraq beynəlxalq yarışlarda ölkəmizi təmsil edən 4 qat dünya çempionu, Azərbaycan idmanında tarixi bir qələbə əldə etmiş Eldəniz Əzizli iştirak eləyir. Bu günlərdə bir neçə gün bundan qabaq Serbiyanın Novasa şəhərində keçirilən 23 yaşlılar güləşçilər arasında dünya çempionu olmuş Ziya Babaşov iştirak eləyir. Yəni onlar hamısı vaxtında bu yarışda sizi kimi, bugün burada duranlar kimi, sizi kimi bu yarışın iştirakçıları olublar. Bu yarışın iştirakçıları adından, öz adımdan bu yarışı təşkil eləyənlərə mən öz minnətdarlığımı bilirəm. Regional İdman İdarəsinə, Masallı Rayon İdman İdarəsinə, Masallı Rayon İcra Hakimiyyətinə öz minnətdarlığımı bildirirəm ki, bu yarışı necə deyərlər, ölkənin güləş təqvim planından kənarda saxlamadılar. Bugünə kimi bu yarış gəlib davam eləyir. Mən bu yarışda hər tərəfli dəstək olduqlarına görə Məşhur Qasımov öz minnətdarlığımı bildirirəm. Bugün bu yarışın ən ağır zamanında həmi maddi, həmi mənəvi, həmi çətin, həmi imkansız vaxtlarında belə bu yarış bütün yarışlardan öncə həyata keçirilirdi. Ölkəmizdə indiyə qədər heç bir yarış 29 il davam eləməyib. Bu yeganə turnirdir ki, Azərbaycanda bunun analogu yoxdur. Bu Nadir Ağayev Azərbaycan güləşinə çox məşhur adlar qismət eləyib, nəsib eləyib. Başda Məşhur və Qasıməli Qasımov qardaşları, Əli Əliyev kimi, Mülayim Xıdırov kimi, Kamal Mazanov kimi, Ədalət Mazanov kimi, Vilayət Ağayev kimi adlı sanlı güləşçilər ölkəmizin şərəfini həmişə yüksəklərə qaldırıblar, bayrağımızı, himimizi səsləndiriblər. Mən bu yarışı təşkilatçılarına, bu yarışı keçirənlərə bir daha öz minnətdarlığımı bildirirəm və yaxın zamanda bugün bu iştirakçıların biz beynəlxalq yarışlarda qələbələrinin şahidi olacağıq. Sizin hamınıza minnətdaram, sağ olun, qələbələr qazanasınız sizdə, uğurlar, sağ olun. Elçin müəllimin sözünə əlavə olaraq onun da qeyd etmə yerinə düşər ki, bu növbəti ildə yanvar ayının 25-də Nadir Ağayevin vəfatının 40 illiyini keçirəcəyik. 29-cu turnir rəsmi olaraq qeyd edilir. Bəlkə də 40 ilə yaxındır ki, bu turnir keçirilir, amma rəsmi olaraq 29-cu dəfə keçirilir. Bu böyük uğurdur, böyük nəticədir. Bu günləri bu möhtəşəm idman tədbirində Elçin müəllimin vurğuladığı kimi bugünkü turnirin qalibləri artıq öz getirmələrini bura yarışa gətirirlər. Onların arasında hamımızın yaddaşına Belqradda erməninin kürəyini igidcəsinə yerə vuran böyük texniki uduşla qalib gələn Talih Məmmədovu deyə bilərik. Öz yetirmələri ilə burada iştirak edir. Bəli, Vilayət Ağayev
Atlanta Olimpiyadasında 10 ən güclü idmançı sırasında yer aldı və erməni rəqibini 7-2-0 hesabı ilə məğlub etdi. Bugün burada idman ənənələrini bugün davam etdirən Kickbox üzrə Avropa və Dünya mükafatçısı Rəşidli iştirak edir. Onu da alqışlayaq. Bugün burada ən sonuncu güləş məktəbinin getirmələrindən Avropa mükafatçısı Əmrahov iştirak edir. Onu da təbrik edək. Uğurlar diləyək növbəti yarışlarda. Bu siyahını daha da çox uzatmaq olar. Bəli, bugün Nadir Ağayevdən bizə elə qiymətli yadigarlar qalıb ki, və həmişə başucalığı gətirən insanlardır. Məhz bunun nəticəsidir ki, hər il Qasımov qardaşlarının dəstəyi ilə Azərbaycan Güləş Məktəbinin layiqli övladının adı ilə bağlı keçirilən bu Respublika turnirində biz Nadir Ağayevin ruhuna ehtiramın bir ifadəsi kimi var. Odur ki, indi sözü Nadir Ağayevin getirməsi, turnirin sponsoru, eləcə də Rusiya Federasiyasının əməkdar məşqçisi, Şimal-Qərb Federal Dairəsi üzrə Güləş Federasiyasının prezidenti, eləcə də Azərbaycanın fəxri bədən tərbiyəsi və idman işçisi Məşkur Qasımov verir. Hər vaxtınız xeyir, əziz iştirakçılar, məşqçilər, hakimlər, bugünkü yarışımızın fəxri qonaqları, hamınızı salamlayıram. Bu günləri bu yarışın keçirilməsində bizə dəstək olan Azərbaycan Güləş Federasiyası, Bədən Tərbiyə və İdman Nazirliyi, eyni zamanda regional Bədən Tərbiyə və İdman bölgəsi, icra hakimiyyətinin nümayəndələri, hamımıza çox sağ ol deyirik. Və yarış iştirakçılarına bugünkü yarışda qələbələr və uğurlar arzulayırıq. Diqqətinizə görə çox sağ olun. Əlbəttə, belə bayram əhval ruhiyyəli möhtəşəm idman tədbirinin təşkilinə görə Milli Olimpiya Komitəsinin prezidenti, dövlətimizin başçısı İlham Əliyevə, eləcə də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə, Azərbaycan Güləş Federasiyası, Lənkəran Astara Regional Gənclər və İdman İdarəsinə, eləcə də idarənin Masallı rayon sektorunun rəhbərliyinə və kollektivinə, eləcə də bu tədbirdə zəhməti olan hər kəsə minnətdarlığımızı, Nadir Ağayevin ailəsi adından minnətdarlığımızı bildirməyə, idman ictimaiyyəti adından minnətdarlığımızı bildirməyə borcluyuq. Azərbaycan Güləş Federasiyasının yarışın sponsoru Məşkur Qasımova xüsusi hədiyyəsi var. Öncə onu təqdim edək ona. Buyursunlar. Xahiş edirik idmansılardan. Yerlərinə keçin. Buyurun. İdmansılardan xahiş edirik. Yerlərinə keçin. Əziz iştirakçılar, indi isə tədbirimizin bədi hissəsində Masallı rəqs qrupunun iştirakı ilə musiqi nömrəsini izləyək. Buyursunlar, bədi rəhbər Gündüz Babayev və onun Masallı rəqs qrupu.
İndi isə səhnəyə Masalının Halay Folklor Xalq kollektivini və hamımızın sevimli müğənnisi Miriş Hüseynovu dəvət edirik. İdmançılar ürəkdən təbrik edir, sizlərə uğurlar arzu edirik. Ay dili dili, ay dili dili, ay dili dili, ay dili dili. Evlerinin dalı mermer kayası, Ay dili dili, dili dili dilaver. ecel koku kızıl gülün butası. Ay dili dili, dili dili dilaver. Benim yarım ürkek ceylan balası. Ay dili dili, dili dili dilaver. Ay dili dili, ay dili dili, ay dili dili dilaver. Ay dili dili, ay dili dili dilaver. Ay dili dili, ay dili dili, ay dili dili dilaver. Ay dili dili, ay dili dili dilaver. Evlerinin dalı kalın meşedir. Ay dili dili, dili dili dilaver. Bakçaları çiçekdir ben öşedir. Ay dili dili, dili dili dilaver. Ayar senden az etmekle peşedir. Ay dili dili, dili dili dilaver. Ay dili dili, ay dili dili, ay dili dili dilaver. Ay dili dili, ay dili dili dilaver. Ay dili dili, ay dili dili, ay dili dili dilaver. Ay dili dili, ay dili dili dilaver. Evlerinin dalı güldür çiçektir. Ay dili dili, dili dili dilaver. Günlerin yarpağı leçeyle çektir. Ay dili dili, dili dili dilaver. Bugün bahçamıza yar gelecektir. Ay dili dili, dili dili dilaver. Ay dili dili, ay dili dili, ay dili dili dilaver. Ay dili dili, ay dili dili dilaver. Ay dili dili, ay dili dili, ay dili dili dilaver. Ay dili dili, ay dili dili dilaver. Dili dili, dili dili, dili dili dilaver. Ay dili dili, dili dili, dili dili dilaver. Dili dili, dili dili, dili dili dilaver. Ay dili dili, dili dili, dili dili dilaver. Dilaver. Var olun. Uğurlar. Alqışlayaq gözəl sənətkarlarımızı və hər birinizə təşəkkürümüzü bildiririk. Yarışın rəsmi açılış mərasimində iştirakınıza görə. İndi isə yenidən meydan yeniyetmə bahadırların ixtiyarına verilir. Gəlin pəhləvanlarımıza uğurlar arzulayaq. Qoy güclülər qalib gəlsin.
çalışmak lazımdır. İnşallah. Yavaş yavaş adım at. Sağ olun. Abi.